Müsəlmanın Qalası kitabında əzandan sonra deyilən zikirləri davam etdiririk. Və onlardan biri də müəllif rahimehullah qeyd edir ki, ənəhu yusalli alən-nəbi sallallahu aleyhi və səlləmə ba'də fəraqihi min icabətil müəzzin. Müəzzinə icabət etdikdən sonra, yəni müəzzinin dediyi sözləri təkrarladıqdan sonra Peyğəmbər sallallahu aleyhi və səlləmə salavat gətirir. Deməli, əzandan sonra salavat demək əzanın zikirlərindən sayılır. Deməli, əzandan sonra müəzzinə icabət etdikdən sonra. Necə ki, Abdullah İbni Amr İbni As radiyallahu anhumədən gələn rəvayətdə ənəhu səmi'ən nəbiyyə sallallahu aleyhi və səlləmə yəqul, Peyğəmbər sallallahu aleyhi və səlləmin belə dediyini eşitmişdir. İzə səmi'tumul müəzzinə fəqulu mislə mə yəqul. Müəzzini eşitdiyiniz zaman onun dediyi kimi deyin. Deməli, bu onu bildirir ki, müəzzini eşitmədiyi zaman, məsələn, bilir ki, əzan verilir, amma eşitmir. Onun əzanı sözlərini demir və yaxud təkrarlamır. Thumma sallu aleyyə. Deməli, müəzzinin sözlərini təkrarladıqdan sonra mənə salavat gətirin. Və Peyğəmbər sallallahu aleyhi və səlləmə salavatın müəkkəd olduğu və güclü şəkildə tələb olunduğu deyilməsi, tələb olunduğu yerlərdən biri də əzandan sonradır. Və burada hansı formada deyilməsi qeyd olunmayıb və açıq şəkildə gəlmişdir. Əgər açıq şəkildə gələrsə, salavat gətirin deyilirsə, istənilən formada deyilməsi keçərlidir. Sallallahu aleyhi və səlləm, Allahümmə salli və səllim alə nəbiyinə Muhammed deyilə bilər. Lakin salavatın deyilişləri içərisində ən kamil forması necə ki, Allah Resulü sallallahu aleyhi və səlləm öyrətmişdir. Soruşulanda ki, keyfə nusalli aleyk, sənə necə salavat gətirək? Fənəqulu kəmə nəqulu bə'də təşəhhud minəs salati alə Rasulillah sallallahu aleyhi və səlləm. Və necə ki, təşəhhüddə Peyğəmbər sallallahu aleyhi və səlləmə salavat gətirdiyimiz kimi. Və bu daha kamildir. Allahümmə salli alə Muhammedin və alə ali Muhammed kəmə salleytə alə İbrahim və alə ali İbrahim innəkə hamidun məcid. Necə ki, istiğfar haqqında da deyilə bilər. Məsələn, istiğfarın da formaları var. Əstəğfirullah, əstəğfirullah, atubiley, Rabbi iğfirli, əstəğfirullah, əlləzi la iləhə illə huvəl hayyul qayyum, atubiley. Lakin onların içərisində ən kamil forması seyyidul istiğfardır. Allahümmə əntə Rabbi la iləhə illə əntə xalaqtəni və ənə abdük. Və istiğfar da əgər ümumi deyillərsə, istənilən forması keçərli sayılır. Və burada da Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, mənə salavat deyin, salavat gətirin.
Eğer bir insan cümə günü və yaxud da cümə gecəsi çoxlu salavat gətirmək istəyir. Necə deyə bilər? Allahümmə salli və səllim alə nəbiyyə Muhammed. Və bunu çoxlu şəkildə təkrarlasa kifayət edir. Və bununla artıq əmrə riayət etmiş sayılır. Lakin yəni bununla yanaşı ən kamil olan forması qeyd olunduğu kimi təşəhhüddə oxuduğumuz formadır. Və burada hədisdə keçir ki, "Thumma sallu aleyyə." Sonra mənə salavat gətirin. Yəni əzanı təkrarladıqdan sonra, müəzzin əzanı bitirdikdən sonra Peyğəmbər sallallahu aleyhi və səlləmə salavat gətirilir. Sonra buyurur ki, فَإِنَّهُ مَنْ صَلَّى عَلَيَّ صَلَاةً صَلَّى اللّٰهُ عَلَيْهِ بِهَا عَشْرًا. Yəni kim mənə bir dəfə salavat gətirərsə, Allah Teala ona 10 dəfə salavat gətirir. Yəni insanın Peyğəmbər sallallahu aleyhi və səlləmə salavat deməsi Peyğəmbər sallallahu aleyhi və səlləm üçün dua etməsidir və hər şeydən öncə insan özünə fayda vermiş olur. Çünki burada fə ərəb dilində səbəbi bildirir. فَإِنَّهُ مَنْ صَلَّ عَلَيَّ صَلَاةً. Yəni kim mənə bir dəfə salavat gətirərsə, yəni Allahümmə salli və səllim alə nəbiyyə Muhammed deyərsə, Allah Teala ona 10 dəfə salavat gətirər. Və bildiyimiz kimi hər hansı bir yaxşı əməlin də mükafatı 10 misli ilə verilir. Və Allah Teala'nın, yəni insan Peyğəmbər sallallahu aleyhi və səlləmə salavat gətirdiyi zaman 10 dəfə Allah Teala tərəfindən ona salavat deyilir. Və bu da əl-cəzə yudaf lil-abdə ilə 10 əzaf. Bir mükafat qul üçün 10 qatına qədər artırılır. Və sonra buyurur ki, ثُمَّ سَلُ اللّٰهَ لِيَ الْوَسِيلَ. Sonra mənim üçün əl-vəsilə istəyin. Və burada da açıq gəlmişdir. Ümumi gəlmişdir. فَإِنَّهَا مَنْزِلَةٌ فِي الْجَنَّةِ لَا تَنْبَغِي إِلَّا لِعَبْدٍ مِنْ عِبَادِ اللّٰهِ. Əl-vəsilə cənnətdə bir dərəcədir. Allahın qullarından birinə hasil olacaqdır. Və arju ən əkunə ənəhu. Və o kimsənin də özümün olacağına ümid edirəm. Fəmən səələ liyəl vəsilə həllət ləhu şəfəə. Yəni kim mənim üçün vəsilə istəyərsə, ona şəfaət hasil olar. Hədis Səhih Müslimdə keçir bu formada. Və burada Peyğəmbər sallallahu aleyhi və səlləmin deməsi ki, müəzzini eşitdiyiniz zaman onun dediklərini deyin. Yəni sadəcə götürdük ki, hayyə aləs-salah, hayyə aləl-fəlah sözlərində isə la havlə və la quvvətə illə billah deyilir. Sonra mənə salavat gətirin, yəni əzan bitdikdən sonra, əzan sözlərini təkrarladıqdan sonra. Mənə kim bir dəfə salavat gətirərsə, Allah Teala ona 10 dəfə salavat gətirər. Və həmçinin biz götürdük ki, Allah Teala tərəfindən olan salavat, Allahın quluna salavat etməsi nə deməkdir? Allah Teala'nın o qulunu mələklər arasında tərifləməsidir. Və bu tərifin də gərəkdirdiyi şeylər vardır. Əgər Allah Teala qulunu mələklər arasında tərifləyirsə, bu onun hidayətini, Allahın ona rəhmətini gərəkdirir. Necə ki, Əhzab surəsində Allah Teala buyurur, Huvəl-ləzi yusalli aleykum və mələikətuhu liyuxricakum minəz-zulumati ilən-nur. Sizə salavat gətirən odur və onun mələkləridir, sizi zülmətlərdən nura çıxartmaq üçün. Yəni Allah Teala'nın
quluna salavat gətirməsi, salavat etməsi Allahın quluna rəhmətini gərəkdirir, onu hidayət etməsini gərəkdirir və onu bir hidayətdən başqa hidayətə yönəltməsini, bir fəzilətdən başqa bir fəzilətə, bir xeyirdən başqa bir xeyrə yönəltməsini gərəkdirir. Və bu Allah Teala'nın salavatıdır quluna olan və bu salavatın da tələb etdiyi, gərəkdirdiyi şeylər vardır. Və Allah Teala ona 10 dəfə salavat gətirir. Və sonra buyurur ki, ثُمَّ سَلُوا اللّٰهَ لِيَ الْوَسِيلَ Sonra mənim üçün Allah'tan vəsilə istəyin. Və Peyğəmbərimiz sallallahu aleyhi və səlləm hədisdə, bundan sonraki hədisdə necə vəsilə istəmək lazımdır, onu öyrətmişdir. Və burada ümumi gəlib, səlullah liyəl vəsilə, yəni əgər ümumi gəlibsə deyə bilərəkmi? Allahümə a'ti nəbiyyəkə sallallahu aleyhi və səlləm vəsilə. Allahım sən Peyğəmbərinə vəsilə ver məsələn. Cavab olaraq deyilir ki, xeyr. Və burada Peyğəmbər sallallahu aleyhi və səlləmin bizə öyrətdiyi forma var. Necə ki, bu gələcəkdir. Allahümə Rabbə hədiyyə dəvəti təəmmə və salatil qaimə. Və orada keçir ki, Əti Muhammədənil vəsilətə vəl fadilə. Əl-vəsilə nədir? Vəsilə. Vəsilə sözü əslində bir şeyə aparan, çatdıran bir şeyə deyilir. Təqulu hədə vəsilə ilə kədə. Məsələn, deyirsən ki, bu filan şeyə bir vəsilədir. Və tuqal limə yutaqarrab bihi ileyhi. Və ona tərəf yaxınlaşdıran şeyə də vəsilə deyilir. Və biz Allaha tərəf salih əməllərlə yaxınlaşırıq. Və dua ilə Allaha yaxınlaşırıq. Və Allahı sevməklə Allaha yaxınlaşırıq. Allahın ad və sifətləri ilə Allaha yaxınlaşırıq. Bütün bunlar hamısı vəsilədir və yəni Allaha yaxınlaşdığımız bir şeylərdir. Və buna vəsilə deyilir. Yəni əslində, ərəb dilində vəsilə bir şeyə çatdıran, aparan səbəbə deyilir. Və summiyyət bihə tilkəl mənzilə rafiyə minəl cənnəti limədə. Bu əl-vəsilə necə ki keçir, cənnətdə bir dərəcədir. Nə üçün? Cənnətdə bir dərəcə olaraq adlanmışdır. Elm əhlindən bəziləri deyir ki, لِأَنَّ الْوَاسِلَ ilə yəkunu fi gayətil qurbi min Rabbi. Çünki ora çatan Rəbbinə ən yaxın dərəcədə olur. لِأَنَّهُ لَيْسَ هُنَاكَ مَنْ هُوَ أَقْرَبْ مِنْهُ. Çünki ondan daha yaxını olmur. Ona çatandan daha yaxını, Allaha daha yaxını olmur. Və ondan daha üstün dərəcəsi olan olmur. Və yəkunu dəlikə muxtassan bihi. Yəni artıq bu yalnız ona xas aid olmuş olur. Və bu da yalnız bir şəxsə aiddir, ona hasil olacaqdır. Necə ki Peyğəmbər sallallahu aleyhi və səlləm buyurmuşdur. Və lə təsəl an hali minəl kəramət və nə'v və rafi'id dərəcət. Və bundan sonra artıq yəni onun kəraməti, niməti və yüksək dərəcəsi haqqında soruşmadı. Ən yüksək dərəcədir. Fəhunə əlləzi nəsəluhu linnəbi sallallahu aleyhi və səlləm məhu. Yəni burada bizim Peyğəmbər sallallahu aleyhi və səlləm üçün istədiyimiz nədir? Yəni biz vəsilə sözünün əslini bildik. Və biz dərəcə, uca mənziləni istəyirik onun üçün. Və bu hədisdə də izah olaraq gəlmişdir ki, vəsilə cənnətdə bir dərəcədir. Cənnətin dərəcələrindən biridir. Ən yüksək dərəcədir. Və bəziləri isə demişlər ki, vəsilə şəfaətdir. Şəfaətdir. Və qal əl-qardə əllədən nəbisən qal həllətəhu şəfaət və buna dəlil olaraq demişlər ki, Peyğəmbər sallallahu aleyhi və səlləm bunun ardınca deyir ki, mənim şəfaətim ona hasil olar. Və mükafat da əməlin növünə uyğundur, belə gətirirlər. Lakin bu barədə danışılacaq növbəti hədisdə.
Və eyni zamanda orada keçir və dərəcətəl aliyyətəl rafi'a və uca dərəcə istəyiri və məqam el-məhmud ləzi va'addə. فهذا كله يدل على أن هذه الجمل في هذا العطف متغayir في معنى على الأرجح. Yəni bu onu bildirir ki, bu cümlələr hamısı fərqli mənalardır. Fəl-məqam el-məhmud huve şəfəl uzmə. Yəni ən böyük şəfaət Məhmud məqamıdır. Məhmud məqamı əzəmətli şəfaət sayılır. Amma vəsilə isə şəfaət deyil. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm izah olaraq vermişdir ki, vəsilə bir dərəcədir. Cənnətdə yüksək bir dərəcədir. Və həmçinin buna başqa bir hədis də dəlalət edir. Abu Hureyre radiyallahu anhudan varid olan səhih isnadla Səlullah əliyəl vəsilə, Allahdan mənim üçün əl-vəsilə istəyin. Qalu ya Rasulullah və məl vəsilə, və soruşurlar ki, Allahın Rasulü, vəsilə nədir? Və buyurur ki, ə'lə dərəcə minəl cənnə, cənnətin ən yüksək dərəcəsidir. Lə yenəluhə illə raculun vahid, və ona yalnız bir kişi nail olacaqdır. Və arcu ən əkunə ənəhu, və o kişinin də özümün olduğunu, olacağını ümid edirəm. Demək, burada Peyğəmbər sallallahu aleyhi və səlləmin təfsir vardır və bu təfsirlə yanaşı başqa kiminsə sözünə ehtiyac yoxdur. Və buna görə deyilir ki, Allahın çayı gəldiyi zaman ağıl çayı yoxa çıxır. Ağıl, yəni insan ağlını işlətməsi, ağlını önə qoyması ola bilməz. Deməli, bu hədis açıq aydın dəlildir ki, vəsilə cənnətdə uca bir dərəcədir və buna yalnız bir kimsə nail olacaqdır. Və bunun da belə adlanmasından murad odur ki, Ar-Rahmənin ərşinə ən yaxın olan dərəcədir. Necə ki, İbn-i Qayyim rahimehullah buyurur, fəhiyyə əqrabu dərəcət ilallah cəllə və alə, dərəcələr içərisində Allaha ən yaxın olan dərəcədir. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, فَإِنَّهَا مَنْزِلَةُ فِي الْجَنَّةِ, çünki bu cənnətdə bir dərəcədir. لَا تَنْبَغِي إِلَّا لِعَبْدٍ مِنْ عِبَادِلَ, bu Allahın qullarından birinə aid olacaqdır. Allahın qullarından biri onu əldə edəcəkdir. Və burada fikir versək görərik ki, qulluq məqamını Peyğəmbər sallallahu aleyhi və səlləm qeyd elədi. Allahın qullarından biri ona nail olacaqdır. Deməli, bu da onu bildirir ki, qulluq məqamı, qulluq dərəcəsi dərəcələr içərisində ən uca dərəcə sayılır. Yəni, insan qulluğunu gerçəkləşdirdikcə bir o qədər də Allah qatında ucalır. Deməli, insanın şərəfi, izzəti qulluğu gerçəkləşdirməsinə görədir. Nə qədər insan qulluğun mərtəbələrini gerçəkləşdirir, doğruldursa və bir o qədər də insanın dərəcəsi, şərəfi, izzəti artır və bir o qədər də insan azadlığa çıxır. Əsl azadlıq insanın qulluğundadır, dinindədir, ibadətindədir. Yəni, ibadət etməyən insan azad ola bilməz. Yəni, insan ibadəti ilə Allaha qul olmaqla başqasına köləlikdən azad olur. Əgər insan Allaha ibadət etmirsə, kiminsə qulu olur. Necə ki, İbn-i Qayyim rahimehullah buyurur, harabu minər riqqilləzi xuliqu ləhu və bulu bi riqqi nəfsi və şeytani. Onlar yaranmış olduğu qulluqdan qaçdılar. Nəyə mübtəla oldular? Nəfsə və şeytana qulluğa mübtəla oldular. Deməli, qulluğun doğruldulması
yani insanın Rəbbinə olan qulluğunu gerçəkləşdirməsi onu azadlığa çıxardır. Onu izzətləndirir, onu ucaldır. Və insanın da qulluğu gerçəkləşdirməsi, Allahın əmrlərini yerinə yetirməsi və onun qadağalarından çəkinməsi ilə olur. Yəni insan deyə bilməz ki, yəni mən azadam, istədiyimi edirəm. Yəni əksinə insan bilməli quldur. Yəni Allahın quludur. Allaha qul olmaqla deməli qeyd olunduğu kimi insan ucalır, izzət əldə edir. Və həmçinin qeyd edir ki, və arju, mən ümid edirəm ki, mən olum, həmən bəndə. Və bu da Peyğəmbər sallallahu aleyhi və səlləmin təvazükarlığına dəlalət edir və bunu ədəb baxımından belə ifadə edir. Arju ən əkunə ənəhu. Və sonra deyir ki, fəmən səələ liyəl vəsil həllət aleyh şəfaə. Kim mənim üçün vəsilə istəyərsə, şəfaət ona hasil olar. Yəni şəfaətə layiq olar. Və bu da şəfaətin isbatı deməkdir. Yəni şəfaətin növləri vardır. Elə şəfaət vardır ki, yalnız Peyğəmbər sallallahu aleyhi və səlləmə xasdır. Elə şəfaət vardır ki, onu mələklər edəcək və həmçinin möminlərə aid olan şəfaət vardır. Və burada buyurur ki, ona şəfaət hasil olar. Yəni vacib olar. Yəni şəfaətə o insan layiq olar. Kimin şəfaətinə? Peyğəmbər sallallahu aleyhi və səlləmin şəfaətinə. Burada sual da yaranır ki, kimsə deyə bilər ki, şəfaət günahkarlara olur, müqəssirlərə olur, pis əməl edənlərə olur. Fəhunə qad yəkunu hədə minəsə, ola bilər ki, bu insan öndə gedənlərdən biri olsun xeyir işlərdə. Və buna cavab olaraq deyilir ki, şərt deyil ki, şəfaət yalnız günahkarlara olsun. Şəfaətin növləri var. Növlərindən biri də odur ki, cənnət əhli üçün olan şəfaət vardır. Yəni cənnətə hesabsız və əzabsız girməsi üçün və yaxud da cənnətdə dərəcəsinin qaldırılması üçün olunan şəfaət vardır. Bir dərəcədən başqa dərəcəyə qaldırılması üçün. Yəni insan bəzən dünyada hər hansı bir vəzifədə olduğu zaman, yəni kimsə gəlib vasitəçilik edir və ona yüksək bir vəzifə verilir. Və insanlar bəzən həmən vəzifəni gözləyir, bəlkə də 10 illərlə, bəzən də insan ölənə qədər gözləyir, onu əldə edə bilmir. Ola bilsinir, müdürlə, rəislə problemi var və yaxud da başqası ilə problemi var. Yəni onun vəzifəsi dondurulur, öz vəzifəsində qalır, qaldırılmır. Və xüsusən də vəzifə istəyənlər üçün ona çox ağır gəlir. Və kimsə gəlib şəfaət edərsə, yəni onun vəzifəsinin qalxmasına səbəb ola bilir. Yəni cənnət əhlinin də dərəcəsinin qalxması üçün edilən şəfaət vardır. Yəni insan cənnət əhlindəndir və onun dərəcəsinin qalxması üçün şəfaətin növlərindən biri də odur. Və yaxud cəhənnəmə layiq olub, cəhənnəmə girməməsi üçün edilən şəfaət vardır. Və həmçinin cəhənnəmə girdikdən sonra çıxarılması üçün olan şəfaət vardır. Yəni şəfaətin növləri var. İnşallah bu barədə yenə danışılacaqdır. Və bu hədisin, yəni zikrin faydalarını da götürək. Peyğəmbər sallallahu aleyhi və səlləmə əzandan sonra, əzan sözlərini təkrarladıqdan sonra salavat gətirməyə müstəhəb olması, salatul abdi alə nəbi təşrifun və təazim li şə'nihi və yədxil edəlik nasru sünnəti bə'də mevti. Qulun Peyğəmbərinə salavat gətirməsi, onun təzim olunması, şərəfləndirilməsidir və bura həmçinin aiddir vəfatından sonra onun sünnətinə yardım etmək
ve qəriblik zamanı onun sünnətini izhar etmək, ortaya çıxartmaq. Mudaafetul hasenat bil amelil yesira elleti yusahibuhal ihlas vel mutaba'a. Yəni yüngül, asan əməllərin savabının qat-qat artıq olması, əgər orada ixlas və tabiçilik olarsa, yəni sünnəyə müvafiqlik olarsa. İsbatu şefaatin Nəbi sallallahu aleyhi və səlləm lil xalq. Peyğəmbər sallallahu aleyhi və səlləmi insanlara şəfaatini isbatı və həmçinin bunu bidət əhlindən, zeyx, hava əhlindən inkar edənlərə rəddiyənin olması və bəzi müəzzinlərin deməsi ki, əşhədü ənə seyyidənə Muhammed Rasulullah və yaxud da bəzilər hayyə alə xeyril əməl mərrəteyni və bunların heç bir əsli yoxdur və bunlar bidətlərdəndir. Və Allah Teala'nın Peyğəmbərinə salavat gətirməsi onu tərifləməsidir. Mələklərin salavatı isə istiğfar və yaxud da duadır.